10.000 büdcə ilə villa təmin edirik, part 1. Gəl, yaxından çək bunları. Dostlar, təbii ki, zarafat eləyirəm, 10.000 büdcə ilə etmirik. Çünki bu 10.000 büdcə bugün bizim 2 saat ərzində xərcləyəcəyimiz büdcədir. Bu boyda evi neyinirsiniz deyənlərə deyirəm. Bura bizim çəkiliş otağımız olacaq, yəni ofis otağımız. Sağ və sol otaqlar bəbələrimizin otağıdır. Bura isə Ülvinə mənim otağımdır. Gəl. Nələr var burada, nələr? Lan nə var? Qardırob otağıdır. Ustalarımız da geyimlərini burada dəyişirlər. İndi isə qalxırıq terasa. Başı bəlalı terasımız. Torpağımızın sotu az idi deyə evimizin yuxarısına həyət qurmaq qərarına gəldik və bura çox büdcə tələb olundu. Betonu vurulsa da üstünə kafel də vurmalıyıq. Yəni bu 10.000 büdcə ilə biz bugün həm kafel alacağıq bura, həm evə kasa almalıyıq, həm abone almalıyıq, həm şeylər almaq olsun. İstəyirəm ki, onları alaq. Hamamımızın artıq kafeli vurulub, səsimdə echo verir. Bir. Bir şey pis oluram ki, biz bu hamamın kafelini getdik, Tuadeli'dən aldıq, Abşeron Ticarət Mərkəzində yerləşən. Deməli, Abşeron qayıtdı mənə dedi ki, Fatimə xanım, 27 maydan 7 iyuna qədər bağınızı yaya hazırlayın kampaniyası başı. Bu da bilsiz nə deməkdir? Tuadeli'də aldığım bu kafel endirimə düşüb. Deməli burada Allahın izni ilə, ay Allah, sən o günləri bizə nəsib elə. Uzun bir stol olacaq, qonaq otağı bura. İllərlə arzuladığım o bazar günləri hər səhər tezdən mamam gəlir, maması gəlir, hamımız ailəlikcə bu evdə, bu masanın başında yığışacağıq Allahın izni ilə. Yəni mən bunun xəyalını qururam və bilirəm ki, yaşayacağıq. Bilirsən də bugün burada mozaik almalıyıq. İndi deyəcəksiniz ki, niyə 27-sindən 7-sinə qədər endirim varkən niyə indi gedib alırsınız? İndi gedirəm bəzi şeyləri almağa, digər şeyləri də artıq deyirəm, behini qoyacağam, 27-sindən sonra alacağam endirim vaxtı. Yoxsa indidən də bölüşürəm ki, siz də gedib ala biləsiniz. Getdik. Mənim ən xoşbəxt günümdür. Çünki Oxford mağazininə gəldik. Gəlin. Hovuzda uşaq üçün yer ayırmadığımız üçün düşündüm ki, belə bir hovuz alaq uşaqlara. Çox qəşəng deyil bunlar. Mən çox bəyəndim. Çox heyecanlıyam. 150 manatdan 100 manata aldıq. Yəni 50 manat endirim qazanmış olduq. Ay, yapışdım, bilə elədi. Qalanmadan sonra gəldik taxtacına. Niyə? Deyir, smavarsız bağ evi pendirsiz künəfəyə oxşuyur, benzinsiz maşına oxşuyur. Ona görə gəldim bağ evimizə samavar almaq. Çünki nə qədər də hazır olmasa da o həyətdə o samavar çayı içilməlidir. Samavarımızı da aldıq. Deməli, samavar 1981-ci samavar idi. 350 manatdan saldı 270-ə. Üstəlik bütün kompakt şəkildə satdı. Deyir, şir həmişə şirdir. Mənim qardaşım. Bura Kral inşaatdır, moydadırar almağa. Mən belə bir moydadır bəyəndim. Çünki bizim bir hamamımız taxta teksturadan ibarətdir. Görək bunun qiyməti neçəyədir. Deməli, 490-dan düşür endirimdən 380 manata. Bu yandakı var ha. Bunda düşür qiyməti 120 manata. Yoruldum, amma gözəl yorğunçuluqdur. İndi isə gəldik piknik şopa. Gəlin. Ülvi həyətdə kabab bişirməyi çox sevir. Ona görə gəlmişik təndir alma görə. Burada endirim varmı? Qiyməti 1600-dən düşüb 890 manata. Gəldik laminat almağa. Deməli, bu laminatların kvadratı əvvəl 30 manat idi. İndi bu 10 günlük endirim zamanında kvadratı 30 manat yox, 23 manata düşür. Yəni 7 manat endirim olunmuş olur. Deməli, bu mağazaya məsləhətlə gəlmişəm. Niyə? Çünki bu mağazada olan bəzi mozaiklar demək olar ki, ölkədə tapılmır. Bunun gözəlliyinə bax. Təsəvvür elə bu qızıldan istifadə edirəm də. Mozaiklarda endirim necədir? 13 manatdan 11 manata və çatdırılma, quraşdırma da daxildir. Hə, quraşdırma daxil deyilmiş. Əlavə ödəniş edib quraşdırmanı da daxil edə bilərsiniz. Gəldik Eurodekora. Baxlandım. Endirimdə tutaq ki, 60 manatlıq aboylar 30 manata düşüb, 50 manatlıq aboylar məsəl üçün 20 manata düşüb. Endirim çoxdur. Amma bizə nə lazımdır? Bizə sadə aboy lazımdır. Bir divar üçündür. Bu neçəyədir? 25 manat. Bunun endirimi yoxdur. Nə qədər? 20 manat. Allah xeyir versin. 5 manat qazandıq. Gəldik Tuadeli seramikaya. Niyə? Çünki hamam üçün almışıq. İndi teras üçün alırıq. Qiyməti 30 manatdır. Mən də deyirəm ki, bunu 20-dən ver, götürək. 20. Nə sən deyən, nə mən deyəm. 21 Allah xeyir versin. 22. Ya. 27. Mən deyirəm, bax, bazarlıq belə olur. Ki, yəni, laf öldüm. Bir yaxdan 30 dirdi. Bax, 30-dan 25-ə salmışam. İndi 25-dən 20-yə. 25-ə düşən 20-yə düşək. Bax, qulaq as. Bax, bunları bəyənim qatışdıracağım. Bir də ki, bura gəl. Bax, bu çox gözəldir. Düzdür. Prosta bundan qutarıb. 20-dən əl sıxışırıq. 30 manatdan 20 manata saldırdıq. 200 kvadrat teras üçün aldıq. Bu arada qeyd edeyim ki, mən bayaqdan gəzdiyim bütün mağazalarda 27 maydan 7 iyuna qədər endirim var. Göstərdiyim ümumiyyətlə bütün mağazalar bu endirim keçərlidir. Və indi də gəldik Panda Boyaya. Getdik. Panda Boyada bilirsiniz ən çox nəyi sevdim? Burada bəzi məhsullar yox ha, bütün məhsullar endirimdə. Deməli, bütün rənglərə 10% endirim var. Mən həmişə maraqlı gəlib görəsən bu boyaları necə hazırlayırlar, nədən hazırlayırlar. Və alış-verişimizin sonuna gəldik. 7 iyuna qədər endirim keçərlidir. Sizi gözləyirik. Sür getdik.